Esselamu Aleyküm. Ve aleyküm selam ve rahmetullah. Abi en sevdiğin sahabe ve En, sebep. en sevdiğim sahabe Hazreti Ali radiyallahu anh. En sevdiğim sebep de ilmi ve şücaəti. Sahabələrin hər birini sevirik, amma xüsusən birinin yeri var ki, Sa'd bin Əbu Vaqqas. Çünki nəql olunur ki, Allah Resulü sallallahu aleyhi və səlləm ondan başqa heç bir sahabə haqqında anam, atam sənə fəda olsun deməmişdir. Esselamu Aleyküm. Aleykümselam ve rahmetullah. Abi en sevdiğin sahabe ve sebep. Hazreti Ömer radıyallahu anh. Adalet. Abi en sevdiğin sahabe ve sebep. Allah bütün sahabelərdən razı olsun. Həzrəti Ənəs. Allah Rəsuluna xidmət elədiyi üçün Allah üçün onu sevirəm. Esselamu Aleyküm. Ve aleykümselam Abi rahmetullah. en sevdiğin sahabe ve sebep. Hazreti Ebu Bakır radıyallahu anh sıddık olması. Allah razı olsun. En sevdiğim sahabe Halid bin Velid. Allah ondan da bütün sahabelerden razı olsun. Sebebi de Allah Resulü sallallahu aleyhi ve sellemin cihatların yürütmesidir. Esselamu Aleyküm. Və aleykümselam və rəhmətullah. Senin de en sevdiğin sahabe ve sebep. Sahabələrdən Allah razı olsun. Hamısını çox sevirəm. Məndə yeri fərqli olan Ka'b bin Malik radiyallahu anhdır. Nəyə görə? Yəni Quran ayəsi ilə tövbəsinin qəbul olunmasına görə. Abi ən sevdiyin sahabə və səbəbi. Ebu Ubeydə bin Cərrah. Çünki səbəb odur ki, Allah Resulü aleyhissalatü vesselam dünyasını dəyişəndən sonra Həzrət Ömər bir gün onu komandir olaraq çadırında ziyarət edir və ona deyir ki, dünyanın dəyişmədiyi yeganə adam. Çox təsir etmişdir. Elhamdülillah, Allah razı olsun. Abi en sevdiğin sahabe ve sebep. Hazreti Ebu Bakır radıyallahu anh. Sebep? Çünkü peygamber ne deyirse doğru değil diyerek ona hiçbir sebep olmadan iman edir. Ve onu bütün müşrikler ona lağ ederken o sebepsiz bir şekilde Resulullah'ı destek ediyor. Allah razı olsun. Allah razı olsun. Sallallahu aleyhi ve sellem.